Salam. Bugün səninlə ım, bədən sənətinin ən qalıcı formalarından birini, yəni döymələri biraz dərindən araşdıraq. Salam. Bəli, maraqlı mövzudur. Əlimizdə doktor Şeyda Akarsu'nun Döymə Sanatı, Tato və Deri adlı, əslində bir doktorluq işi əsasında hazırlanmış araşdırması var. Hə, çox əhatəli bir iş oxşur. Məqsədimiz də elə budur, yəni səhtə görünəndən biraz, belə deyək, dərinə getmək. Bu mənbəyə baxıb döymənin tarixini, texnikasını, risklərini, elmi tərəflərini anlamağa çalışaq. Əla fikirdir. Əslində bu araşdırma bir gərginliyi də ortaya qoyur, bilirsən? Özümüzü ifadə etmək üçün bədənimizdə qalıcı nəsə etmək istəyi ilə. Canlı toxumaya yad maddələr yeritməyin, belə deyək, bioloji reallığı arasındakı o gərginlik, düzdür. Aynen. Baxın, döymələr həqiqətən də tarixən sadəcə bəzək olmayıb. Mənbədə də göstərilir ki, onlar çox güclü bir sözsüz ünsiyyət vasitəsi olub, yəni status, aidiyyət, inancları bildirib. Maraqlıdır. Zamanla xüsusən də son vaxtlar daha çox estetik fərdi ifadə formasına çevrilib. Həm Türkiyədə, həm də dünyada populyarlığı artır. Artıq bir sənət növü kimi baxılır. Gəl işin təməlindən başlayaq. O kətan var ha, dərimiz. Döymə nədir? Pigmentlərin dəriyə yeridilməsi. Amma dəqiq hara? Bax, bu çox vacib sualdır. Mənbə də dərini elə sənətkar üçün canlı, daim dəyişən, unikal bir material kimi təsvir edir. Canlı kətan. Hə? Bəli, dərinin quruluşunu başa düşmək lazımdır. 3 əsas qat var. Epidermis bu ən üstdəki qatdır. Sonra dermis gəlir, orta qat və hipodermis ən altda yağlı təbəqə. Qalıcı döymə hara gedir bəs? Bax, əsas hədəf dermisdir, orta qat. Niyə? Çünki epidermis, yəni üst qat, daim özünü yeniləyir, hüceyrələri tökülür. Yəni ora vursan qısa müddətə qalar. Hə, bir neçə həftəyə yox olardı. Amma dermis daha stabildir. Orada qan damarları, sinirlər var. Mənbə də bunu qeyd edir. Ona görə proses ağrılı və qanlı ola bilir. Epidermisdə damar yoxdur. Yox, orada qan damarı yoxdur. O, qidanı dermisdən alır, difuziya ilə. Bir də dərinin qalınlığı fərqlidir. Məsələn, göz qapağında çox nazikdir, təxminən 0,3 mm. Amma kürəkdə məsələn 3 mm çata bilir. Bu da yəqin ki, döymənin vurulmasına təsir edir. Əlbəttə, usta bunu nəzərə almalıdır. Dərinin əsas funksiyası bizi qorumaqdır, bir də temperaturu tənzimləmək. Döymə prosesi bu qoruyucu bariyeri pozur, elə deyilmi? Tamamilə. Bu da bizi birbaşa gigiyena məsələsinə gətirir. Çünki dərimizin üstündə normalda zərərsiz mikroblar var. Bizim öz floramız. Hə, o flora məsələsi. Bəli, bəziləri daimi, bəziləri keçici. İynə dərini deşəndə o bariyer pozulur və həm o normal flora üzvləri, həm də çöldən, alətlərdən düşən mikroblar infeksiya yarada bilər. Deməli, dezinfeksiya ona görə vacibdir. Kritikdir. Döymədən əvvəl o sahəni antiseptiklə yaxşıca təmizləmək lazımdır. Bu, keçici floranı və daimi floranın bir hissəsini aradan qaldırır. Aydın oldu. Deməli, dəri canlıdır, reaksiya verir və bu mühitə yeridilən əsərlərin də fərqli növləri var. Mənbə qalıcılığa görə necə ayırır bunları? Əsasən 3 qrupdur. Müvəqqəti, yarı qalıcı və qalıcı. Müvəqqəti deyəndə, yəqin ki, hamının ağlına xına gəlir. Hindistanda mendi deyirlər. Hə, xına. Bu, Lawsonia inermis, bitkisinin yarpaqlarından hazırlanan pasta ilə edilir. Limon suyu kimi turş maye ilə qarışdırılır, çəkilir, quruyur, təmizlənir. Əvvəl narıncı olur, sonra 24-48 saata qırmızımtıl qəhvəyə olur. Nə qədər qalır? Təxminən 1-4 həftə. Tarixi də qədimdir. Misir, Hindistan, rituallarda, bayramlarda çox istifadə olunub. Amma bir də qara xına var. Bax, bu təhlükəlidir deyəsən. Doktor Akarsu da xəbərdarlıq edir. Bəli, və bu çox vacib məqamdır. Baxın, təbii xına heç vaxt qara olmur. Qara deyilən şey əslində xınaya parafenilendiamin, qısaca PPD qatılmış məhsuldur. Özdə yüksək konsentrasiyada. PPD, o nədir? Güclü kimyəvi maddədir. Saç boyalarında falan da var, amma dəriyə birbaşa vurmaq çox təhlükəlidir. Güclü həssaslaşdırıcıdır. Yəni, şiddətli allergiya verə bilər. Necə allergiya? Qızartı, dəhşətli qaşınma, ağrılı suluqlar, hətta qalıcı çapıqlar, dəri rənginin dəyişməsi qala bilər. Ən pisi də odur ki, bir dəfə həssaslığı yarandısa, ömürlük qalır. Ömürlük? Bəli. Həmin adam sonra PPD olan hər şeyə, başqa boyalara, hətta bəzi dərmanlara qarşı allerjik olur.
Mənbə potensial kanserogen təsirlərindən də narahatdır. Nəticə birmənalıdır. Qara xınadan qətiyyən uzaq durmaq lazımdır. Çox ciddi xəbərdarlığıdır. Bəs yarı qalıcı döymələr, onlar barədə nə deyilir? Mənbədə onlara qısaca toxunulur. Deyilir ki, fərqli mürəkkəblərlə edilir. Məsələn, çini mürəkkəbi kimi bir şey göstərilir. Təxminən 5-10 il qala bilirmiş. Amma əsas diqqət təbii ki, qalıcı döymələrdədir. Ələdir. Qalıcı döymə, yəni pigment, birbaşa dermisə, o dərin sabit qata yeridilir. Araşdırmada bunlar necə qruplaşdırılır? İki cür yanaşma var. Texnika və məqsəd. Texnikaya görə 3 növ var. Birincisi, ilkel və ya primitiv döymələr. Maşınsız əllə, iti alətlə, təbii pigmentlərlə. Dərinlik qeyri-bərabər olur. Köhnə üsullar yəqin. Hə. İkincisi, amatör, yəni həvəskar döymələr. Bunlar çox vaxt əldə qayırma maşınlarla, qeyri-steril şəraitdə, uyğun olmayan mürəkkəblərlə, məsələn, qələm mürəkkəbi, tuşla vurulur. Həbsxanalarda falan. Bu da risklidir yəqin. Çox. Üçüncüsü də professional, yəni peşəkar döymələr. Bunlar xüsusi elektrikli maşınlarla, steril iynələrlə, döymə üçün olan pigmentlərlə, təlimli ustalar tərəfindən gigiyenik şəraitdə edilir. Ən çox rastlaşdığımız budur. Bəs məqsədinə görə növləri? Məqsəd baxımından da 3 əsas kateqoriya var. Ən çox yayılanı dekorativ döymələrdir. Sırf estetik zövq, bəzək, özünü ifadə üçün. Normal döymə dediyimiz? Bəli. Sonra kozmetik döymələr gəlir. Buna qalıcı makyaj da deyirik. Qaşları, göz laynerini, dodaqları daha dolğun göstərmək, rəngini vurğulamaq üçün. Niyə edirlər bunu? Mənbə deyir ki, vaxta qənaət, normal kosmetikaya allergiya ya da əl titrəməsi, görmə problemi kimi səbəblər ola bilər. Məsələn, alopesiyadan qaşı tökülmüş birinə qaş çəkmək bura aiddir. Aha. Üçüncüsü rekonstruktiv və ya paramedikal dövmələrdir. Bunlar tibbi ehtiyacdan yaranır. Yanıq, əməliyyat çapıqlarını gizlətmək, vitiligo ləkələrini dəri rənginə uyğunlaşdırmaq. Vitiligo ağ ləkələrdir də. Hə. Bəli. Və ya mastektomiyadan, yəni süd vəzi çıxarılandan sonra məmə ucunu yenidən yaratmaq. Dovşan bodaq əməliyyatının çapığını kamuflaj etmək kimi. Bu, təkcə görünüşü düzəltmir. İnsanın özünə inamına da çox kömək edir. Yaxşı, gəl o peşəkar döymə prosesinə biraz daha yaxından baxaq. Necə baş verir bu iş? Müasir üsul nədir? Müasir peşəkar döymə artıq elektrikli maşınlarla edilir. Doktor Akarsu'nun işində 2 əsas tip təsvir olunur. Coil, yəni bobinli, bir də rotary, yəni fırlanan maşınlar. Fərqləri nədir? Coil maşınları o klassik vızıldayan səsi çıxaranlardır. Elektromaqnitlə işləyir, daha güclü vuruşu olur deyirlər. Rotary maşınları isə daha səssizdir, mühərriklə işləyir, daha yüngül olur, bəzən qələmə oxşayır. Amma iş prinsipi eynidir də. Məqsəd eynidir. İynəni çox sürətlə saniyədə yüzlərlə dəfə dəriyə batırıb çıxararaq mürəkkəbi dermis qatına yerləşdirmək. Hansını seçmək ustanın təcrübəsinə, işin növünə, öz rahatlığına bağlıdır. İynələr yəqin ki, fərqlidir. Xətt üçün başqa, rəngləmək üçün başqa. Əlbəttə. Əvvəla, bütün iynələr mütləq bir dəfəlik və steril qablaşdırmada olmalıdır. Bu çox vacibdir. 2 əsas qrup var. Liner, yəni kontur iynələri. Bunlar bir neçə iynənin ucunun bir nöqtədə sıx birləşməsidir, dəqiq xətlər üçündür. Aha. Bir də shader iynələri var. Kölgələmə və ya rəngləmə üçün. Onlarda daha çox iynə olur və ya düz sırada flat, ya dairəvi round shader, ya da bir neçə sıra magnum şəklində düzülürlər. Geniş sahələri doldurmaq, kölgə vermək üçün. Gəl prosesə addım-addım təsəvvür edək. Dizayn seçildi, sonra. Deməli, mənbəyə görə tipik proses belədir. Dizayn müştəri ilə razılaşdırılır, ölçü təyin olunur, sonra xüsusi trafaret kağızı ilə dizaynın izi dəriyə köçürülür. O bənövşəyi izlər olur ha? Bəli, o. Sonra döymə yeri tüklərdən təmizlənir, qırxılır, epilyasiya yox və antiseptiklə diqqətlə silinir. Usta mütləq steril, bir dəfəlik əlcək geyinir, maşın hazırlanır, steril iynə, ucluq taxılır, rənglər bir dəfəlik qablara tökülür. Başlayır işləməyə. Hə, əvvəlcə konturlar çəkilir, sonra kölgələmə, rəngləmə. Adətən tünd rənglərdən başlanır. Proses boyu artıq mürəkkəbi, qanı steril salfetlə silirlər. İş bitəndə yer yenə təmizlənir, üzərinə nazik sağaldıcı məlhəm çəkilir, çox vaxt antibiotikli olur. Sonra da sarğı. Bəli, steril sarğı ilə bağlanır
Və ən vacibi, usta müştəriyə ətraflı qulluq təlimatı verir. Bu sağalma üçün çox önəmlidir. Bax, bu gigiyena məsələsi həqiqətən də işin ürəyidir deyəsən. Doktor Akarsu'nun işi buna nə qədər diqqət yetirir? Çox böyük diqqət yetirir. Çox detal izah edir. Əsas prinsip nədir? Təmizləmə ilə dekontaminasiya fərqlidir. Təmizləmə sadəcə kiri aparır. Dekontaminasiya isə mikrobları məhv edir və ya sayını azaldır. Dekontaminasiyanın da növləri var. Belə. Dezinfeksiya bir çox mikrobu öldürür, amma hamısını yox. Və sterilizasiya bu bütün mikroorqanizmləri, hətta sporları da tam məhv edir. Dəriyə girən hər şey, iynələr, boya qabları, əlcəklər mütləq birdəfəlik və steril olmalıdır. Təkrar istifadə olunan hissələr varsa. Məsələn, maşının tutacağı. Məsələn, onlar hər dəfə avtoklav deyilən cihazda yüksək təzyiq və temperaturda sterilizasiya edilməlidir. Müştərinin də buna fikir vermək haqqı var. Bəs infeksiya necə yayıla bilər, əgər bunlara əməl olunmasa? Əsas yollar, çikli iynə və ya mürəkkəblə birbaşa qana keçmə, ustanın çikli əlləri, əlcəkləri ilə təmas, çikli səthlərə toxunmaqla dolayı yollan. Hətta bəzən hava damcı yolu ilə dola bilir. Ona görə standart ehtiyat tədbirləri deyilən qaydaları əməl etmək şərtdir. Bu nə deməkdir? Yəni, hər kəsi potensial yoluxucu hesab edib qorunmaq. Əsasları nədir? Əl gigiyenası, əlcəyi geyinməzdən əvvəl və çıxarandan sonra, müştərilər arasında əlləri antiseptiklə təmizləmək, birdəfəlik qoruyucu vasitələr, əlcək, maska, önlük. İynələrlə necə davranmaq lazımdır? Kəsici deşici alətlərlə çox ehtiyatlı olmaq. İstifadə olunmuş iynəni dərhal xüsusi, deşilməyən tibbi tullantı qabına atmaq. Qapağını geri taxmamaq bu çox təhlükəlidir. Tullantılar necə? Bütün birdəfəlik materiallar, qanlı tullantılar xüsusi tibbi tullantı torbalarına yığılıb, təhlükəsiz utilizasiya edilməlidir. İş yeri, kreslo hər müştəridən sonra dezinfeksiya edici məxlulla silinməlidir. Bunlar şərtdir. Gələk indi o rəngli maddəyə, mürəkkəbə. Dəriyə tam olaraq nə yeridilir? Adi qələm mürəkkəbindən fərqi böyükdür yəqin. Çox böyük. Döymə mürəkkəbi iki əsas şeydən ibarətdir. Pigmentlər, bunlar rəngi verən, xırda, həll olmayan qatı hissəciklərdir. Və daşıyıcı maye. Bu, pigmenti özündə saxlayır, dəriyə asan yeridilməsini, bərabər paylanmasını təmin edir, həm də biraz antiseptik təsir ola bilər. Qələm mürəkkəbi isə? O kağız üçündür. Tərkibi başqadır, steril deyir, dəriyə yeridilməz. Mənbə deyir ki, həvəskar döymələrdə bəzən istifadə edilir. Bu da çox təhlükəlidir. Bəs bu pigmentlər nədən hazırlanır? Təbiidir, yoxsa kimyəvi? Hər ikisi də ola bilər. Əvvəllər daha çox təbii şeylərdən üydülmüş minerallar, bitkilərdən alınan pigmentlər olub. Müasir pigmentlər isə həm təbii, məsələn, qara üçün karbon və ya dəmir oksidi. Dəmir oksidi? Bəli. Həm də sintetik, yəni kimyəvi birləşmələr olur. Müxtəlif metal duzları, mavi üçün kobalt, yaşıl üçün xrom, ağ üçün titan dioksid, sarı, qırmızı üçün kadmium birləşmələri. Bir də mürəkkəb üzvü molekullar, məsələn, azo boyaları. Mənbədə deyilir ki, bəzi rənglər daha çox allergiya verir. Xüsusilə qırmızılar və sarılar. Deyilir ki, daha çox allergik reaksiya səbəb olur. Səbəbi də tərkibindəki kadmium, civə sulfidi kimi metallar və ya bəzi üzvü pigmentlər ola bilər. Bəs o daşıyıcı maye, onun tərkibi necə? Məqsədi pigmenti təhlükəsiz çatdırmaqdır. Təhlükəsiz sayılanlar var. Steril su, etil spirti, gliserin, propilen glikol, cadugar fındığı, witch hazel. Amma təəssüf ki, bəzən təhlükəli şeylər də qatılır. Nə kimi? Metanol, çox zəhərlidir, izopropil spirti, antifriz, etil glikol, hətta kanserojen karmaldehid. Ən narahat edici məqam odur ki, mənbə də bunu israrla deyir. Çox yerdə döymə mürəkkəblərinin tərkibinin etiketdə tam göstərilməsi ilə bağlı ciddi qanun yoxdur. Yəni, nə vurdurduğunu tam bilmirsən. Bax, əsas problem budur. Bu, həm usta, həm də müştəri üçün böyük bir qeyri-müəyyənlik və riskdir. Bu da bizi birbaşa risklər mövzusuna gətirir. Deməli, döymə etdirmək elə də risksiz deyil. Mənbə bu riskləri necə qruplaşdırır? İki böyük qrupa ayırır. Yoluxucu, yəni infeksiyon risklər və qeyri-yoluxucu risklər. Yoluxucular yəqin ki, o gigiyena ilə bağlıdır, hə? Tamamilə. Steril olmayan iynə,
avadanlıq, hətta çirklənmiş mürəkkəb vasitəsilə keçən mikroblar. Ən ciddisi qanla keçən viruslardır. Hepatit B və xüsusilə hepatit C ömürlük qaraciyər problemi yarada bilər. HIV riski necə? HIV riski nəzəri olaraq var, amma daha azdır. Amma sıfır deyil. HPV də keçə bilər. Bakterial infeksiyalar daha çox olur. Stafilokok, streptokok dəri infeksiyası, irinləmə, hətta sepsisə, yəni qan zəhərlənməsinə səbəb ola bilər. Daha ciddi infeksiyalar da ola bilər. Bəli, tetanus, vərəm, sifilis kimi infeksiyalarda mümkündür. Xüsusilə qeyri-peşəkar şəraitdə, nadir hallarda göbələk infeksiyaları da olub. Mənbə də deyir, peşəkar yerlərdə risk azalsa da, həvəskar, evdə, həbsxanada vurulan döymələrdə risk qat-qat çoxdur. Bəs qeyri-yoluxucu risklər, bunlar daha çox bədənin reaksiyasıdır. Bəli, əsasən. Ən çox rast gəlinəni allergik reaksiyalardır. Mürəkkəbdəki pigmentlərə, metal duzlarına qarşı. Xüsusilə qırmızı, sarı rənglərə, kadmiuma, civəyə, nikelə, kobalta qarşı. Nə vaxt üzə çıxır bu allergiya? Dərhal da ola bilər. Günlər, hətta aylar, illər sonra da. Qızartı, qaşınma, qabarma, suluq kimi. Başqa reaksiyalar da var. Məsələn, qranulomatoz reaksiyalar. Bədən pigmenti yad cisim kimi qəbul edib, ətrafında xırda, iltihaplı düyüncüklər yaradır. Qırmızı mürəkkəblə bağlı olur deyirlər. Hə, tez-tez qırmızı ilə əlaqələndirilir. Bir də likenoid reaksiyalar var. Dəri xəstəliyinə bənzər səpki verir. Bir də bu var ki, pigmentlər yaxındakı limfa düyünlərinə gedib orada yığılır. Buna limfadenopatiya deyirlər. Uzun müddətli təsirləri hələ tam bilinmir. MRT zamanı problem olması riski də var dedin. Bəli, mənbə toxunur. Bəzi mürəkkəblərdə, xüsusilə köhnə və ya qaralarda dəmir oksidi ola bilər. MRT cihazı güclü maqnit sahəsi yaradır axı. Bu dəmir hissəciklər qıza bilər. Döymə yerində yanma, qızarma, şişmə hissi yarada bilər. Tez-tez olmasa da belə hallar var. Başqa dəri problemləri. Bəli, döymə bəzi insanlarda olan dəri xəstəliklərini, məsələn, psoriazı aktivləşdirə bilər. Buna Köbner fenomeni deyilir. Bəzi pigmentlər, xüsusən sarı, dərini günəşə həssas edə bilər. Və təbii ki, yenə o qaraxına PPD məsələsi, şiddətli allergiya riski. Dəri xərçəngi ilə bağlı isə mənbə ehtiyatlıdır. Deyir ki, döymə yerlərində xərçəng tapılsa da, birbaşa əlaqə sübut olunmuyub. Mənbədə davranışla bağlı bəzi əlaqələrə də toxunulur deyəsən? Hə, bir neçə tədqiqata istinad edilir. Deyilir ki, xüsusilə yeniyetmələrdə döymə və ya piercing etdirənlər arasında bəzi riskli davranışlara, maddə istifadəsi, qorunması cinsi əlaqə kimi meyil daha çox ola bilər. Amma bax, bu çox vacibdir. Bu sadəcə bir statistik əlaqədir, korrelyasiyadır, səbəb-nəticə deyil. Yəni, döymə buna səbəb olur demək olmaz. Qətiyyən. Mənbə bunu sadəcə tədqiqat nəticəsi kimi neytral şəkildə verir. Səbəblər müxtəlifdir. Keyfiyyətsiz iş, döymənin solması, zövqün dəyişməsi, iş, sosial səbəblər. Mənbə bir neçə üsuldan danışır. Ən çox hansından istifadə olunur? İndi əsas standart lazerlə silinməli. Xüsusi Q-switch laserlər çox qısa, güclü işıq impulsları ilə pigment hissəciklərini hədəf alıb parçalayır. Sonra bədənin immun sistemi o xırda qalıqları tədricən udub xaric edir. Asan səslənmir amma. Elədir. Ağrılı ola bilər, bəzən döymənin özündən də çox. Bir neçə seans lazımdır, bəzən ondan çox. Seanslar arası həftələr, aylar gözləmək lazımdır. Bahalıdır, yan təsirləri də ola bilər. Dəri rəngi aça, hipo və ya tündləşə, hiperpigmentasiya bilər. Suluqlar əmələ gələ bilər. Nadir hallarda çapıq qala bilər. Bütün rənglər silinir. Yox, bax, problem odur. Qara, tünd mavi adətən yaxşı gedir. Amma yaşıl, sarı, narıncı, xüsusilə də ağ pigmentlərini silmək çox çətindir. Bəzən mümkün olmur. Bir narahatlıq da var. Bəzi azoboyaları lazerlə parçalananda potensial kanserogen maddələr əmələ gətirə bilər. Bunun əhəmiyyəti hələ tam aydın deyil. Lazer tək yol deyil yəqin ki. Xeyr, başqa üsullar da var. Amma ya az effektivdir, ya çox risklidir, ya da az istifadə olunur. Məsələn, o kremlər var ha, döymə siləm. Hə, reklamlarda olur. Onların effektivliyi çox şübhəlidir. Əsasən dərini ağardır, pigmenti çox yavaş soldurur. Dermabraziya, dərini sürtüb soymaq və ya salabraziya, duzla, eyni şey. Ciddi çapıq riski daşıyır. Kimyəvi pilingdə həmçinin. Kəsib çıxarmaq da olar. Cərrahi eksizyon,
Hə, döyməli dərini kəsib çıxarırlar. Amma böyük döymələrdə çox nəzərə çarpan çapıq qalır. Bəzən əvvəl dəri altına balon qoyub dərini genişləndirirlər ki, sonra yeri bağlamaq asan olsun. Bir də üstünü örtmək var. Kamuflaj. Ya dəri rəngi ilə üstünü döymələmək bu çox vaxt təbii görünmür. Ya da tamamilə yeni bir dizaynla örtmək, cover-up. Kosmetik döymələrin, yəni qalıcı makyajın silinməsi isə xüsusilə çətindir. Çünki tərkibindəki dəmir və ya titan oksidləri lazerlə təmasda qarala bilər. Beləliklə, doktor Akarsu'nun bu ətraflı araşdırmasından çıxardığımız əsas nəticələr nədir? Bütün bu məlumatlar sənə görə nə ifadə edir? Məncə, ən vacib nəticə budur ki, döymə qərarı səthi bir qərar olmamalıdır. Bu sadəcə dəriyə çəkilən rəsm deyil. Bu dəri biologiyası, immun sistemi reaksiyası, pigment kimyası, sənətkarlıq və çox ciddi sağlamlıq təhlükəsizlik məsələləridir. Gigiyena, infeksiya riski, allergiya, mürəkkəb tərkibi, mürəkkəb bir prosesdir. Deməli, əgər kimsə döymə vurdurmağı düşünürsə, mütləq araşdırmalıdır, sual verməlidir və xüsusilə lisenziyalı, təcrübəli, gigiyena qaydalarına A-dan Z-yə əməl edən bir usta seçməlidir. Bu həyati əhəmiyyətlidir. O ucuz ətin şorbası olmaz məsələsi burada lap yerinə düşür. Sağlamlıqla zarafat olmaz. Tamamilə doğrudur. Mənbənin də əsas mesajı budur. Və təkrar vurğulamaq lazımdır. O mürəkkəblərin tərkibi ilə bağlı qlobal tənzimləmənin zəif olması ciddi problemdir. İnsanların dərilərinə nə yeridildiyini bilməyə haqqı olmalıdır. Daha çox şəffaflıq lazımdır bu sahədə. Sanda sənin üçün bir düşüncə toxumu. Bax, döymələr bu qədər qalıcıdır. Silinməsi çətindir, risklidir. Tərkibindəki maddələrin uzun müddətli təsirləri, xüsusilə limfa sisteminə getməsi hələ tam bilinmir. Bunu nəzərə alsaq, gələcəkdə texnologiya inkişaf etdikcə, bəlkə daha təhlükəsiz pigmentlər tapılacaq, daha effektiv silmə üsulları və cəmiyyətin bədən modifikasiyasına münasibəti dəyişdikcə, insanların bu qalıcı seçimlərə yanaşması necə dəyişə bilər? Bədənimizdəki bu yadigarların bizim hekayəmizdəki yeri necə təkamül edəcək? Bu həqiqətən üzərində düşünməyə dəyər bir sualdır.